O Allah ki özü bərəkətlidir. Təbarəkəlləzi biyədihil mulk. Mulk onunkidir, devlət onunkidir, varlıq onunkidir. Hər nə onunkidir. Ondan istəyirəm bizə tövfiq verə. Biz də bərəkətli olaq. Əgər bu insan istəyə bərəkətli ola, o cür ki siz buyurdunuz, Əhl-i Beytlə əlaqə bağlamaqla insan bərəkət tapar. Amma bunun dəlil sübutu və nəzür həyatımızda bərəkət olmayan, biz gərək Qurandan xəbər alaq. Əlbəttə, ağlı da bunu təsdiq edir. Bərəkət insandır ki, insan gərək ilahi ola. Və bir yerə yetişə ki, həqiqətən ilahi olsun. Və Allah da bəşəri yaradıb, gətirib bura, qaytaracaq öz yanına ola bərəkətli bir şey. İnna lillah və inna aleyhi raciun. İnsan ora qayıdacaq. Bu Allah ki, bərəkətlidir. Bu insana da istəyir, sən də bərəkətli ol. Bu insan sizə bərəkətli ola deyinəsin gərək. Bu bərəkətli Allaha çatmağa insanı Allah bir bərəkətli nusxa göndərir. Yol göndərir. O Qur'andır. Allahın göndərdiyi kitabdır. Bunlar bərəkətlidir. Çünki bu bərəkət Allah Qur'anda bizə buyurur. Buyurur ki, Həblullahdir. Allahın ipidir. Və'təsimu bihəblillahi cəmi'a. Buradan əgər yapışsınız və buyururlar bu Qur'an və'təsimu bihəblillahi cəmi'a. Sizi o bərəkətli olmağa yetirir. Bu Qur'anın kənarında Allah peyğəmbərləri də bərəkətli qərar verir. Ay cəmaət, peyğəmbər gəlib sizi apara bir yerə ölməyəsiniz. Çünki Allah özü həyyidir. Peyğəmbər də həyyidir. Sizi də gətirib aparıb diri qalasınız. Ölməyəsiniz. Heç kəs razı deyil olsun. Hamı istəyir həyatı davamlı olsun. Və bu həyatın davamlaşmayı bu qapıdadır. Bunlarla əlaqə bağlı. Bunlarla əlaqə bağlamaq bir moğa bunların diriliğindədir və bir moğa bunlar öləndən sonra. Bunlarla da əlaqə bağlamaq neçə yoldur da. Onların biri də məsələn ziyarətdir. İmam Sadiq əleyhissalam o ziyarətdə buyurur ki, İmam Hüseyin əleyhissalamın qəbrindən 10 mildə kənarda bərəkət var. İstəyir bura ki, belə fikirləşməyəz ki, bərəkət fəqət İmam Hüseynin öz qəbrindədir. Bu yolun uzaq yaxınlığı ilə işin olmasın. Odur ki, onları da ziyarət eləmək iki hissədir. Bir moğa yaxından ziyarət edirik, bir moğa uzaqdan ziyarət edirik. İmam-ı Baqir əleyhissalam buyurdu, Muru şiətəna li ziyarətil Hüseyin. Şiələrimizi əmr eləyin, İmam Hüseynin ziyarəti. Niyə əmr eləyək ağa? Əmr yəni dəstur verməkdir. Deyir, onlar bilmirlər şahid bəzilər. Bunlara deyil, çünki 3 dənə iş görər bunlarla. Biri İmam əleyhissalam buyurdu ki, Yəzidu fir rizq. Payızı çox elər. Bu dünyada Allah həriyə bir pay verir. İmam Hüseynin Əhl-i Beytin ziyarətinə getsəz, Allah payızı çox elər. Buyurdu ki, və yəmuddu fil ömr. Ömrünüzü uzun elər. Ömrünüzü uzun elər bir mənası deyil, bu dünya ömrünüzü uzun elər. Bir mənası da budur ki, o qədər uzun ömrünüz olar, o qədər uzun ömrünüz olar ki, sizin ömrünüzə 1000 il ömrün savabını yazarlar. Odur ki, buyurur hər kəs İmam Hüseyin əleyhissalamı ziyarət eləsə, 1000 dənə Peyğəmbərlə təməttü həccinin savabını yazarlar. Buna deyirlər, yəmuddu fil ömr. Sonra buyurdu ki, 1000 dənə də mücahidin savabını yazarlar. Bunlar bərəkətli həyat insan. Adam o dünyaya gedəndən sonra görəcək ki, əcəb, bu işlər mənim dəyərdir. Bunları hardan veriblər mənə? Deyəcəklər, bunları səndən qabaq burada işləmişdin, göndərmişdin və bura gəlmişdilər. Bu dünyada vəslisən, orada vəslisən. Bu dünyada vəsl olmuşsan, orada vəsl edəksən. Onun ki, Həzrət burada əs-səratu səratan. Səratun fil dünya və səratun fil axirə. Yol ikidir. Biri bu dünyadadır, biri axirətdədir. Buyurdu, bu dünyada bizim yolumuzda olmuşsunuz, axirətdə bizim yolumuzda dəyirsiniz. Bu insan ki, bu torpaqdan yaranır. Bir yerə gedir, çatır, Allah onu seçir. Bir yerə aparır ki, mələklər ona xidmət edir. Və o, bura vəsl olmayla. Və bura vəsl olma bir ziyarət.